Herkese salam. Bu gün sizə dadlı, ləzzətli şəkərbura hazırlamağın yolunu göstərəcəyəm. Əgər siz də bayram süfrələrində belə gözəl, dadlı, ləzzətli, ağappaq, naxışları tək-tək bilinən şəkərbura hazırlamaq istəyirsinizsə, videomu sona qədər izləməyi unutmayın. İlk öncə keçək hazırlama qaydasına. İçli üçün bizə lazımdır 600 qram təmizlənmiş fındıq, 400 qram şəkər tozu. Və biz bunun içərisinə bir çay qaşığı yarım hil əlavə etdik. Çünki hilin qoxusunu çox sevirik şəkərburada. Siz istəsəniz bir çay qaşığı da əlavə edə bilərsiniz. Və yaxşıca qarışdırırıq ki, tam kütlə halına gəlsin. Və qarışdırdıqdan sonra isə xəmir hazırlaması qaydasına keçə bilərik. Bəs sizin Novruz şirniyyatları içərisində ən sevdiyiniz şirniyyat hansıdır? Bunu yorumlar bölməsində yazsanız çox sevinərəm. Mənim ən sevdiyim şəkərburadır. Xəmir hazırlamaq üçün isə 1 kilo yarım una, yarım çay qaşığı quru maya və 1 çay qaşığı duz əlavə etdik. Südü 1 stakan süd, onu da yavaş-yavaş əlavə edirik və biraz qarışdırırıq. Şəkərburanın xəmirinə quru mayanı normadan artıq əlavə etdikdə bişən zaman şəkərburalar şişib açılacaq və üzərinə naxışları itəcəkdir. Buna görə də onun normasında əlavə etmək lazımdır. 150 qram xama, 1 paçka vanil, 3 yumurta və 300 qram əridilmiş kərə yağı əlavə edirik. Kərə yağı ilıq olmalıdır və onları qarışdırırıq. Xəmir yumuşaq və elastik olmalıdır ki, rahat açılsın və içliyi yaxşı tutsun. Və yaxşı yoğurmaq lazımdır ki, hamar və yapışmayan bir xəmir alınsın. Və xəmir çox da yumuşaq olmamalıdır ya da çox da bərk olmamalıdır. Çünki bərk olarsa quruyar, çox yumuşaq da olsa formasını saxlamaz və üstünün naxışları itər. Xəmiri yoğurduqdan sonra ən azı 30-40 dəqiqə dincəltmək lazımdır ki, daha rahat açılsın və işlənməsi asan olsun. Xəmirimizi 20-30 dəqiqə gözlətdikdən sonra onları balaca hissələrə bölüb kündə halına gətiririk. Və çox az gözlətdikdən sonra yayıb içərisinə hazırladığımız içliyi əlavə edirik. Biz kündələri hazırlayarkən tərəzidə ölçərək edirdik. Təxmini 40 qram götürürdük. Çünki tərəzidən çəkib edəndə şəkərburalar standart ölçüdə olur və çox gözəl görünürlər. Və şəkərburanın xəmirini çox nazik ya da çox qalın açmaq olmaz. Onun ideal qalınlığı təxminən 2 və 3 millidir. Və budur. Dadlı, ləzzətli şəkərburalarımız hazırdır. Əgər videonu bəyəndinizsə, dəstək olmaq üçün bəyənməyi və fikirlərinizi bölüşməyi unutmayın. Növbəti videolarda görüşənədək hələlik, özünüzə yaxşı baxın.